Charles Gounod 1818-ci ildə Parisdə rəssam ailəsində anadan olmuşdur. Bəstəkarın anası istedadlı pianoçu idi. Uşaqlıq illərinin musiqili təəssüratı, xüsusilə Rossini'nin Otello və Mozart'ın Don Juan operaları gələcək bəstəkarın musiqi zövqünün formalaşmasına müəyyən təsir göstərir. Gounod'un musiqi ilə ibtidai məşğuliyyəti sistemli səciyyə daşımamışdı. Paris konservatoriyasına daxil olma ərəfəsində Gounod harmoniya və kontrapunkt üzrə Anton Reichdən dərs alır. Konservatoriyada Gounod'un müəllimləri Jean-François Lesueur və Fromental Galevi olmuşdu. 1839-cu ildə Gounod'un Roma mükafatına layiq görülməsi ona 1842-ci ilə qədər İtaliyada və Almaniyada yaşamaq hüququ verir. Gounod müasir İtalyan musiqisinə xeyli təmkinlə yanaşırdı. Almaniyada isə o, Mendelssohn və Schumannın musiqisinin güclü təsiri altına düşür. Gounod'un həyat və yaradıcılıq fəaliyyətində 50-ci illər xüsusilə əhəmiyyətli olur. Onun Parisin musiqi həyatında demokratik formalara meyli nəzərə çarpır. Bu hal sənətkara fransız şəhər mahnı və romansının intonasiya və obrazlı sferasına dərindən daxil olmağa kömək etmiş və sonradan onun operalarının vokal stilində parlaq tətbiqində əks olunmuşdu. Gounod'un 50-ci illərdə yaranmış ilk operaları Safo, Qana bulanmış monarx qadın və Zoren təbib əsl böyük Faust operasının yaranması üçün sanki eskizlər və etüdlər rolunu oynamışdı. 1859-cu ildə lirik operanın səhnəsində tamaşaya qoyulmuş Faust operası Fransız opera mədəniyyətində yeni janrın və cərəyanın lirik operanın yaranmasının əsasını qoyur. Faustun tarixi və bədii əhəmiyyəti Parisin musiqi dairələri tərəfindən layiqincə qiymətləndirilməmişdir. Yalnız 10 ildən sonra operanın əhəmiyyətli dərəcədə yenidən işlənmiş halda Grand Opera səhnəsində tamaşaya qoyulması ona əvvəlcə Fransada, sonra isə bütün dünyada ümumi tanınma gətirmişdi. İkinci redaksiyada Gounod danışıq dialoqlarını reçitativlərlə əvəz edir və Valpurgiya gecəsi balet səhnəsini əlavə edir. Faustdan sonra Gounod janra böyük müxtəlif olan operalar yazır. Lirik komik Fleman və Babkida, komik opera olan Əzizim, Meyerbeer planlı Zask Çarçası və lirik Mireille misal ola bilər. Gounod'un lirik opera sahəsində son nailiyyəti Romeo və Julietdadır. Bu operanı Faustla doğmalaşdıran hər ikisində Hote və Shakespeare'in faciəsinin lirik tərəfi daha çox açılır, sosial və fəlsəfi motivlər isə ikinci plana çəkilir. 70-ci illərdə Gounod tədricən opera janrından uzaqlaşır. Bunun əsas səbəbi onun həyatı boyu demokratik tendensiyalarla klerikal ideyaların daim toqquşması və bəstəkarın ideya və bədii mövqelərindəki müəyyən sabitsizlik olmuşdu. Axırıncı 2-10 illikdə az əhəmiyyətli Saint-Mer, Palievkt və Zamorun xəracı ilə yanaşı o bir çox dini əsərlər yazır. Onların arasında bağışlanma, ölüm və həyat və dini mahnılar vardır. Gounod 1893-cü ildə vəfat edir. Özündən sonra 12 opera, 100-dən çox romans və mahnı, çoxsaylı kişi xorları, 3 simfoniya, müxtəlif alətlər üçün pyeslər və dini mahnılar irsi olaraq qoyur.